Sabahınız xeyir olsun. Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərlə Ekonomiksin axşam buraxılışı efirdədir. Rusiya Bakı Novorosiysk neft kəmərinin bir hissəsini bağlayır. Transneft şirkəti bildirib ki, səbəb və neftin Rusiyaya nəqli ilə bağlı yeni kommersiya müqaviləsinin başlamamasıdır. Şirkətdən bildiriblər ki, Azərbaycan neftinin Rusiya ərazisindən nəqlinə dair bütün səlahiyyətlər gələn ayın əvvəlindən bitir. Müqavilə uzadılmasa Transneft kəmərinin Mahaçqaladan Novorosiyskə qədər olan hissəsinə Dağıstan paytaxtının limanına gətirilən neft vurulacaq. Ötən ilin dekabrında 2,1 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb. Bu, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 16% azdır. Bu həcmin 1,5 milyon tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. Ümumilikdə ötən il Ceyhan limanından dünya bazarına çıxarılan neftin həcmi daha əvvəlki ilə müqayisədə 0,3% azalaraq 29,2 milyon ton olub. 2003-cü ildə ölkədə əmək haqqı 13, əmək pensiyalarının baza hissəsi 17,6%, bütün növ sosial müavinətləri isə 10,67% artıb. Maliyyə Nazirliyinin hesablamasına görə bu artımlar 3 milyon insana şamil edilib. Məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması məqsədi ilə Dövlət Neft Fondundan 522 milyon manat vəsait xərclənib. Ötən il bu kateqoriyadan olanlara ərzaq təminatı məqsədi ilə 110 milyon manat sosial müavinət verilib. Kommunal xidmətlərə güzəştlərin tətbiqi məqsədi ilə dövlət büdcəsindən 96 milyon manat pul ayrılıb, əhalinin bank əmanətlərinin həcmi 34% artaraq 6,8 milyard manat təşkil edib. 2003-cü il iqtisadi hadisələr baxımından maraqlı il kimi yadda qalıb. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda səsləndirilən statistik rəqəmlər bunu deməyə əsas verir. 2013-cü ildə Azərbaycanda ümumdaxili məhsulun artımı 6% civarında olub. Amma qeyri-neft sektorunda daha çox artım qeydə alınıb, 10%. Əhalinin pul gəlirləri 8% artsa da inflyasiya səviyyəsi nəzarətdən çıxmayıb. Cəmi 2,4%li qiymət artımı qeydə alınıb. Ötən ildə Azərbaycana investorların marağı böyük olub. Bu dövr ərzində iqtisadiyyata 28 milyard dollar sərmayə yatırılıb. Bu isə rekord göstərici hesab olunur. Strateji valyuta ehtiyatları 50 milyard dolları keçib. 110 min yeni iş yeri açılıb. Nəticədə işsizlik səviyyəsi 2013-cü ildə 5%-ə endirilib. Yadda qalan sosial layihələrə maaş və pensiyaların artırılması, eyni zamanda Sovet dövründən qalmış əmanətlərin qaytarılmasını xüsusi vurğulamaq olar. Bütün bunlara baxmayaraq, enerji sektorunun şaxələndirilməsi siyasəti prioritet olaraq qalıb. Prezident İlham Əliyev neft-qaz sektorunda 2013-cü ilin tarixdə qalacağını xüsusilə qeyd edib. Azərbaycanın neft-qaz potensialının inkişafı üçün, möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanmışdır. 2012-ci ildə TANAP layihəsinin bağlanması buna gətirib çıxardı ki, 2013-cü ildə iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçilmişdir. Ondan sonra müvafiq kontraktlar bağlanmışdır. Artıq Azərbaycan qazının 2018-ci ildən sonra Avropada satılması ilə bağlı bütün kontraktlar bağlanmışdır. Bu da çok önemli bir hadisədir. Və nəhayət ilin sonunda dekabrın 17-sində Bakıda Şahdəniz 2 investisiya sazişi bağlanmışdır. Bu tarihi nailiyyətdir, tarihi qələbəmizdir. Bu layihə 21-ci əsrin layihəsidir. 2013-cü il Azərbaycanda informasiya kommunikasiya ili kimi də yadda qaldı. Azerspace 1P2-nin orbita buraxmaqla kosmos ölkəsi kimi də tarixə düşdük. 2014-cü ildə sənaye sahəsinə böyük diqqət yetiriləcək. Bu səbəbdən Prezident İlham Əliyev bu ili Azərbaycanda sənaye ili elan edib. Sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin yaranması, böyük sənaye komplekslərinin yaranması, bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını
müəyyən edəcək. Bütün bu amilləri nəzərə alaraq mən hesab edirəm ki, 2014-cü ili biz sənaye ili elan edək, müvafiq sərəncam imzalanacaqdır və sənaye ilində sənayenin inkişafı ilə bağlı görüləcək konkret tədbirlər planı tərtib edilməlidir və təsdiq ediləcəkdir. 2013-cü il eyni zamanda 2014-cü ildə iqtisadiyyatın ciddi şəkildə şaxələndirilməsi üçün keçid rolunu oynayıb. Bu baxımdan iclasda 2014-cü ildə ölkə iqtisadiyyatında daha çox uğurlara imza atılacağına əminliyi ifadə olunub. Aidiyyatı qurumlara tapşırıqlarını verən dövlət başçısı korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə tədbirlərinin də davam etdiriləcəyini bildirib. 2013-cü ildə vergi cinayətkarlığına qarşı 519 cinayət işi başlanıb. Vergilər Nazirliyindən verilən məlumata görə bu 2012-ci ildəkindən 102 iş çoxdur. Cinayət işlərinin 212-si səyyar vergi yoxlamalarının nəticəsi, 286-sı vergi borcunun ödənilməməsi təşkil edib. 383 cinayət işinin ibtidai istintaqı artıq tamamlanıb. Bu işlər üzrə 122 nəfər barəsində 124 iş baxılması üçün aidiyyatı məhkəmələrə göndərilib. Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə 31 milyon manatdan çox vəsait ödənilib. Bu göstərici 2012-ci ilə müqayisədə 2,1 dəfə çoxdur. Vergilər Nazirliyinin 195 çağrı mərkəzi isə 2013-cü ildə 239 minə yaxın müraciəti cavablandırıb. Vergi ödəyicilərinin telefonlarına 584 min məlumatlandırıcı mesaj göndərilib. Çağrı mərkəzinə daxil olan müraciətlərin 174 mini canlı rejimdə müfəttiş operator, 65 mini səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılıb. 2013-cü ildə canlı əlaqə zamanı cavablandırılmış müraciətlərin sayı 2012-ci ilə nisbətən 25% çox olub. Fevral ayının 1-dən etibarən Birləşmiş Ştatlar Federal Ehtiyatlar Sisteminin sədrliyini icra edəcək Janet Yellen ölkə iqtisadiyyatının perspektivləri barədə çıxış edib. O, cari ildə Amerika iqtisadiyyatının bütün göstəricilərdə müsbət dəyişiklik nümayiş etdirəcəyini əminliyini bildirib. Güman edirəm ki, 2014-cü ildə sürətli inkişaf tempinin şahidi olacaq. Açıq Bazar Komitəsindəki həmkarlarımla birlikdə cari ildə ümumdaxili məhsulun 3%-ə qədər artacağını proqnozlaşdırırıq. Bu zamana qədər iqtisadi inkişaf tempi kifayət qədər zəif idi. Lakin inkişaf dinamikası artmağa başlayıb. Həmçinin hesab edirəm ki, yaxın gələcəkdə inflyasiya tempi federal ehtiyatlar sisteminin təyin etdiyi 2%-lik hədəfə yaxınlaşacaq. Bir çoxları bildirirlər ki, aktivlərin alınması proqramı yalnız varlı insanlara yardım edir. Bu doğru fikir deyil. Bizim siyasətimiz uzun müddətli faiz dərəcələrini aşağı salmaqdan ibarətdir. Bu da öz növbəsində iqtisadi dirçəlişə yardım edir və tələbatı stimullaşdırır. Amerika fond bazarı yüksəlib. Dow Jones, S&P 500 və Nasdaq indeksləri 0,2-0,4% arası bahalaşıblar. Yaponiyanın Nikkei 225 indeksi də dəyərini 0,5% artırıb. Almaniyanın DAX və Böyük Britaniyanın FTSE 100 indeksləri isə müvafiq olaraq 0,57% və 0,67% yüksəliblər. Qızıl bir qədər bahalaşıb və hazırda bir unsiyası 1232 dollara satılır. Gümüşün qiyməti isə 0,87% yüksəlib və 19 dollar 75 sentə qalxıb. Platin 0,42% bahalaşıb. Palladium, mis və alüminiumun qiymətləri isə müvafiq olaraq 0,11%, 0,43% və 0,29% artıblar. Qara qızıl itirdiyi mövqelərini bərpa etməyə çalışır. Bugün hər iki əsas markanın qiyməti bir qədər yüksəlib. White markalı neftin bir bareli indi 92 dollar 42 sentə təklif olunur. Bu 0,22% artım deməkdir. London birjasında hər vəcə çıxarılan Brent markalı neftin qiyməti 106 dollar 77 sentə kimi bahalaşıb. Avro-dollar təxminən 1,36 səviyyəsindədir, dollar-yen 105-ə yüksəlib. Funt sterling dollar isə 1,64 ətrafında dəyişir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 7 qəpik, Rusiya rublu 2,4 qəpik, Türk lirəsi isə 36 qəpik. Bu qədər bugünün əsas iqtisadi yeniliklərini Ekonomikdə təqdim etdik. Sağlıqla qalın.